neyromiyelit optika barəsində danışmaq istəyirəm. Neyromiyelit optika adından da bəlli olduğu kimi burada görmə siniri zədələnir, həmçinin onurğa sütununda zədələnmələr baş verir. Adətən xəstənin klinikasında hər iki gözdə görmənin pozulması, əllərdə, qollarda uyuşma, zəiflik, sidiyin, nəcisin idarə edilməsində bir çətinlik müşahidə olunur. Neyromiyelit optika xəstəliyi dağınıq skleroz xəstəliyinin xüsusi bir növü olaraq qiymətləndirilirdi. Lakin simptomların oxşar olmasına baxmayaraq, neyromiyelit optikada xəstəliyin simptomları daha kəskin formada olur, daha ağır formada olur. Dağınıq sklerozda adətən gözün birində görmədə zəiflik yaranırsa, neyromiyelit optikada isə adətən hər iki gözdə görmənin pozulması müşahidə olunur. Neyromiyelit optikanın diaqnozunu təsdiqləmək üçün başın MRT müayinəsi, görməni müayinə etmək üçün xüsusi müayinə metodlarından istifadə olunur. Həmçinin qandan və beldən alınan xüsusi mayelərin müayinəsi ilə diaqnozun dəqiqləşdirilməsi mümkündür. Neyromiyelit optikanın müalicəsinə başlamaqda məqsəd nədir? Yəni burada xəstəlik tamamilə sağalmır, lakin nə qədər erkən diaqnoz qoyulub müalicəyə başlanılarsa, simptomların ağırlaşmasının qarşısı alınır.